Sağlam, hər vaxtınız xeyir olsun, hörmətli izləyicilər. 112 minə 2 mərtəbəli ev satışa çıxarıldı. Üstəlik üstündə də kombisi hədiyyə. Yəni kombini hədiyyə ev sahibi özü verəcək sizə. Siz bir dənə konomiya bilin, qoyacaqsınız hazır bir vəssalam, bir yaşa evdə. Deməli necə evdir? 2 mərtəbəli evdir. Birinci mərtəbəsi də bütün polu, hamısı beton, stiyaşkadır, monolit. 1 ilə 2-nin ortası da, arası da monolitdir. Sonra da krişiyə çata-çatda da axırda üstündən kəmər fırladılıb. 112 min manatadır, fərdi yaşayışdır, qazsı, ışıq sayğacları var, kanalizasiyası da şu mərkəzidir. Həqiqətən çox belə səliqə, səhmanla və keyfiyyətlə tikilmiş evdir, qiymətində endirim olunacaq. Saray qəsəbəsindədir bu ev. Saray qəsəbəsində, Yetər Şaldır sarayın arxasındadır. Arxasında, tam arxasında yox ha, yəni bir xeylə gəlirsən yol, yəni 350-400 metr məsafəliyində yol gəlirsiniz. Amma Sumqayıt marşrutu, elə buradan 30 metri ilə, 40 metri ilə Sumqayıt marşrutu keçir. Yola yaxındır. Mütləq gəlin bu evə baxın, qiymətində endirim olunacaq. Bax, bu qonaq otağıdır, zalı. Neçədir zal? 7-nin 4-ə tək qonaq otağıdır, görürsünüz. Siz təsəvvür 7 metr uzunluğudur, 4 metr də eni. Bir dənə belə çək TV-dən üstdən, oradan çəkir. Bax, burada TV-nin yeridir. 7-nin 4-ə tək qonaq otağıdır. Qoşadaş kubiklə tikilmiş evdir. Yaxındaşın bura. Hətta ara kəsmələrinə qədər qoşadaşdır, görürsünüz. Ara kəsmələrinə qədər qoşadaş kubiklə tikilmiş evdir. Qonaq otağını göstərir. Mətbəxə baxaq hələ. Mətbəx neçədir? 5-in 4-dədir mətbəx, təsəvvür edin. 5-in 4-də, yəni 20 kvadrat tək mətbəxidir. Mətbəxdir, koridorda, hamam, tualetdir. Bunların yeri keramikadır, baxın yerə. Qalanlar amma laminatdır. Amma ümumilikdə hamısının altı beton monolitdir. Beton stəşqa olunub, sonra bunlar bu işlər gördüm. Neçədir qonaq otağı mətbəx? 5-in 4-də mətbəxdir. Davam eləyək. Burada pilləkənin altında belə xüsusi qaladokka kimdir bu? Kombi olmayacaq şu burada? Kollektor yerdir. Kombi həyətdə olacaq. Bu da sanitar qovşağı. Birinci mərtəbənin sanitar qovşağı. Baxın. Sonra buradan pilləkəndən qalxırıq ikinci mərtəbəyə. Yaxınlaşaq. İndi buranı pilləkənin apışıqı olub. Yoxsa bu şeyi sizə göstərəcəkdim monoliti. Bu gördüyünüz ərazi hamısı monolit betondur. Sonra qalxırıq ikinci mərtəbəyə. İkinci mərtəbədə də 3 dənə yataq otağı. Bax belə, bu ikinci mərtəbənin koridorudur. Gəlin baxaq da, məsələn, bu bir otaq. Bu bir otaqdır. Əraziyə baxaq. Bir dənə baxın, torpağı da mümbit yerdir buranın. Yəni burada çox sudur, nəmdir, rütubətdir. Belə şeylər buralarda çox olmur. Bu bir yataq otağıdır. Bir yataq otağı buradadır. Bax, bir yataq otağı buradır. Bir yataq otağı da oradır. Bunlara da kubiklər. İkinci mərtəbəyə qədər hamısı kubiklər tikilib. Bir yataq otağı da buradadır. Görürsünüz, bu radiatorun yeri yoxdur. Bir dənə kombi qoyacaq ev sahibi özü, yəni satan. Bu da sanitar qovşağı. Ev olacaq ot kimi. Bax belə. Bir də izah edirəm. Saray qəsəbəsində Yetər Şaldır sarayının arxasındadır. 2 mərtəbəli ev, başdan baş hamısı istipoldur. Yeri də monolitli, bir nərçin arası da monolitli, üstündə də 20-nin 40-a kəmər fırladılıb. Həyətini göstərəcək də bu evin. İndi hələlik burada saxlayıram. Həyətini inşallah sizə göstərirəm. Mən evimizin həyətidir. Yəni, bax, ev bu formalı bir evdir. Üstü tarsopqa ev, müsadə şəbəkə pəncərələrlə, şəbəkəli qapısı var. Jalüz qapısı var burada. Burada kaletka qapısı var, görürsünüz. Bu da mərkəzi kanalizasiyanın tərəfidir. Buradan ara məsafəsi var, arxadan da ara məsafəsi var. Bunların hamısı tam etdir, evin arası. Bu da həyətidir, bax belə. Bax belə, 112 mindən narahat olmayın, qiymətində yaxşı endirim olunacaq. İnşallah gəlin, mütləq ev sahibinin özü ilə danışın. Üstündən də kombini hədiyyə verəcək, bir dənə qalacaq sizə mətbəx meyvəli. Allah alana da satana da xeyir versin, sağ olun.